Salam, gəlin bir anlıq düşünək, kompüterlər bir-biri ilə necə söhbət edir? Bugün biz məhz bu sualın cavabını tapacağıq. Kompüter şəbəkələrinin o biraz sirli görünən dünyasına girəcəyik və ən sadə anlayışlardan başlayaraq addım-addım hər şeyi aydınlaşdıracağıq. Hazırsınızsa, başlayaq. Təsəvvür edin, kiçik bir ofisiniz var. Deyək ki, 5 kompüter, amma cəmi bir dənə printer. Yaxud bir layihə üzərində dostlarınızla işləyirsiniz və hamınız eyni fayla daxil olmalısınız. Hər dəfə faylı fleşkəyə atıb o biri kompüterə aparmaq yorucudur, elə deyilmi? Bax, şəbəkəyə ehtiyac məhz bu cür gündəlik problemlərdən yaranır. Bəs bu problemi necə həll edə bilərik? Cavab çox sadədir. Bir şəbəkə qurmaqla. Bugünkü bələdçimizdə bir növ şəbəkə mütəxəssisinin yol xəritəsini izləyəcəyik. İlk olaraq, şəbəkənin niyə bu qədər vacib olduğunu tam anlayacağıq. Sonra bir mütəxəssisin virtual alət çantasını açıq, içində hansı avadanlıqlar olduğuna baxacağıq. Daha sonra şəbəkənin memarlıq planlarını, yəni topologiyaları öyrənib iki əsas növü müqayisə edəcəyik. Sonda isə bir otaqdakı kiçik şəbəkədən tutmuş, bütün dünyanı əhatə edən internetə qədər bu prinsiplərin necə işlədiyini görəcəyik. Yaxşı, gəlin birinci sualdan başlayaq. Şəbəkənin əsas məqsədi nədir? Ən bəsit dildə desək, şəbəkə tək-tək işləyən kompüterləri bir komanda yoldaşına çevirir. Bu, sadəcə bir-birinə bağlanmış kabellər deyil, bu, məlumatın sərbəst şəkildə axdığı, printer kimi, fayl kimi resursların hamısı üçün əlçatan olduğu bir sistemdir. Bir sözlə, səmərəliliyin təməlidir. Gəlin bir də rəsmi tərifə baxaq. Kompüter şəbəkəsi, informasiya mübadiləsi üçün bir-biri ilə əlaqələndirilmiş iki və ya daha çox kompüterdir. Yəni, ən azı iki kompüter olmalıdır və onlar bir-biri ilə danışa bilməlidir. Burada əsas məsələ birləşmək və məlumatı paylaşmaqdır. Bütün məqsəd budur. İndi isə nəzəriyyədən biraz uzaqlaşıb işin praktiki tərəfinə keçək. Tutaq ki, biz bir mütəxəssisik və sadə bir lokal şəbəkə qururuq. Bizim alət çantamızda nələr olmalıdır? Gəlin, şəbəkənin fiziki təməldaşlarına, yəni bizə lazım olan əsas avadanlıqlara nəzər salaq. Deməli, çantamızda 4 əsas şey var. Bir server, işçi stansiyaları, yəni digər kompüterlər, hər kompüter üçün bir şəbəkə kartı və əlbəttə ki, bunları bir-birinə bağlamaq üçün kabellər. Gəlin indi bunların hər birinin nə işə yaradığına daha yaxından baxaq. Serveri şəbəkənin beyni ya da kapitalı kimi düşünə bilərsiniz. Bu, adətən digərlərindən daha güclü bir kompüter olur. Onun əsas vəzifəsi bütün vacib faylları özündə saxlamaq, printer kimi ümumi resursları idarə etmək və şəbəkədəki digər kompüterlərin müraciətlərinə cavab vermək. Bütün idarə etmə, bax, bu mərkəzdən həyata keçirilir. Bəs işçi stansiyası nədir? Bu, elə sizin və mənim hər gün istifadə etdiyimiz o adi fərdi kompüterlərdir. Şəbəkə terminologiyasında onlara müştəri də deyilir, çünki onlar serverin təqdim etdiyi resurslardan istifadə edirlər. Məsələn, siz bir sənədi çapa göndərəndə, sizin kompüteriniz bu istəyi şəbəkə vasitəsilə serverə göndərir. Yaxşı, bəs bizim kompüter o şəbəkə kabelinə necə qoşulur? Məhz şəbəkə kartı sayəsində. Bu kart kompüterin içində olur və bir növ tərcüməçi rolunu oynayır. Kompüterdəki rəqəmsal məlumatları kabeldən keçə biləcək siqnallara çevirir və ya əksinə, gələn siqnalları kompüterin anladığı dilə tərcümə edir. Bu, kompüterin şəbəkə dünyasına açılan qapısıdır. Artıq avadanlıqlarımız hazırdır. İndi gəldik memarlıq mərhələsinə. Bütün bu kompüterləri bir-birinə necə bağlayacağıq? Sırayla, yoxsa hamısını bir mərkəzə? Bax, bu sualın cavabı topologiyadadır. Topologiya, şəbəkənin fiziki quruluşunun bir növ memarlıq planıdır. Texniki dildə desək, topologiya kompüterlərin fiziki olaraq necə yerləşdirildiyini və bir-birinə hansı sxemlə bağlandığını göstərir. Əslində, çox fərqli topologiyalar var, amma biz bugün ən fundamental və klassik iki dizayna fokuslanacağıq, şin və ulduz. İndi isə gəlin, bu iki fərqli yanaşmanı bir növ ringə çıxarıq. Şin S-yə qarşı, ulduz. Görək hansı daha yaxşıdır, hansının üstünlükləri, hansının zəif cəhətləri var. Gəlin, bu iki topologiyanı yaxından müqayisə edək. Gəlin vizual olaraq fərqə baxaq. Solda gördüyünüz şin topologiyasıdır. Fikir verin, bütün kompüterlər tək bir ana kabelə, sanki bir onurğaya qoşulub. Sağda isə ulduz topologiyasıdır. Burada isə vəziyyət fərqlidir. Hər bir kompüter öz ayrıca kabeli ilə mərkəzdəki bir cihaza birləşir. Fərq dərhal gözə çarpır, deyilmi? Deməli, cədvələ baxaq. Birinci sətir çox aydındır. Hər iki topologiyada da bir kompüter xarab olsa, böyük bir problem yoxdur. Qalanları işləməyə davam edir. Amma əsas fərq ikinci sətirdədir.
Əgər şin topologiyasında o tək ana kabel qırılsa, vəssalam, bütün şəbəkə çökür. Ulduzda isə mərkəzdəki cihaz sıradan çıxsa, yenə eyni nəticə olur. Bütün əlaqə kəsilir. Gəlin şin topologiyasına biraz da yaxından baxaq. Qurulumu olduqca sadədir. Bir dənə uzun kabel çəkirsiniz və bütün kompüterləri bu kabelə qoşursunuz. Məlumat da bu ana xətt boyunca hər iki tərəfə gedir və hər kompüter özünə ünvanlanan məlumatı götürür. Və bu, şin topologiyasının ən zəif nöqtəsidir. Əgər o yeganə ana kabel hər hansı bir yerdən zədələnsə, qopsa və ya qırılsa, siqnal kəsilir və bütün şəbəkə iflic vəziyyətinə düşür. Bütün kommunikasiya bir anda dayanır. Bax, bu, onun ən böyük riskidir. İndi isə ulduz topologiyasına baxaq. Burada dizayn tamamilə fərqlidir. Hər kompüterin özünə məxsus müstəqil bir kabeli var və bu kabellərin hamısı gedib mərkəzdə bir cihaza qoşulur. Bu mərkəzi cihaza hub və ya daha müasir şəbəkələrdə switch deyilir. Switch daha ağıllıdır, çünki məlumatı hamıya yox, yalnız lazım olan kompüterə göndərir. Bu da şəbəkəni daha sürətli edir. Və baxın, ulduz topologiyasının əsl super gücü də elə budur, etibarlılıq. Əgər bir kompüterə gedən kabel zədələnsə, bu yalnız və yalnız həmin kompüterin probleminə çevrilir. Qalan bütün şəbəkə heç nə olmamış kimi işinə davam edir. Məhz bu xüsusiyyəti, yəni problemi asanlıqla tapıb təcrid etmək imkanı, ulduz topologiyasını müasir ofis şəbəkələri üçün demək olar ki, qızıl standarta çevirib. Yaxşı, bugünə qədər danışdıqlarımız daha çox kiçik lokal şəbəkələrə aid idi. İndi isə gəlin bu anlayışları bir addım irəli aparaq. Görək bir otaqdakı şəbəkə prinsipi bütün dünyanı birləşdirən internetə necə çevrilir. Burada iki əsas anlayışı bilməliyik. LAN, yəni lokal şəbəkə və WAN, yəni qlobal şəbəkə. LAN bir binanı və ya bir universiteti əhatə edirsə, WAN şəhərləri, ölkələri və hətta qitələri birləşdirən minlərlə, milyonlarla LAN-ın bir araya gəlməsidir. İnternetin özü, bildiyimiz internet, dünyadakı ən böyük WAN-dır. Bəs bu qədər böyük bir şəbəkədə məlumatlar öz yolunu necə tapır? 100 milyonlarla kompüterin içində mənim göndərdiyim məlumat düzgün ünvana necə gedib çatır? Bunu anlamaq üçün çox gözəl bir bənzətmə var. Poçt sistemi. İnternetin əsas dili olan TCP/IP-ni məhz bu cür təsəvvür edə bilərik. Proses təxminən belə işləyir. Siz bir video göndərəndə TCP protokolu o böyük videonu kiçik-kiçik məlumat paketlərinə, yəni sanki məktublara bölür. Sonra IP protokolu hər bir məktubun üzərinə gedəcəyi ünvanı, yəni IP ünvanını yazır. Və nəhayət, şəbəkədəki poçtalyonlar olan yönləndiricilər hər paketi təyinat yerinə çatdırmaq üçün ən yaxşı yolu seçir. Bütün bu proses saniyələrdən də qısa müddətdə baş verir. Və sonda, gəlin bu sual üzərində düşünək. Hər gün istifadə etdiyimiz, amma çox vaxt fərqinə varmadığımız bu görünməz infrastruktur, bütün bu serverlər, kabellər, topologiyalar bizim işləmək, öyrənmək və bir-birimizlə ünsiyyət qurmaq tərzimizi əslində necə kökündən dəyişib? Bu, müasir dünyamızın təməlini təşkil edir və bu barədə düşünməyə həqiqətən də dəyər.